Konuşma galiba. Sizi de kanınıza belanı. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şampiyonları 5 bin dolarla alışlanmaya başladı. 2024-cü il iyunun 28-nə keçən gecə Sabunçu Dəmiryol vağzalının qarşısında qətl baş verib. Vüqar Əliyev Şuyalan İstintaq Təcridxanasından qeyri-ciddi və hörmətsiz məhkum kimi tanıdığı Rasim Əhmədova silah qismində istifadə etdiyi vintaçanla 2 dəfə zərbə vurub. Ağır yaralanan zərər çəkmiş xəstəxanada dünyasını dəyişib. 28 iyun 2024-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Sabunçu qəsəbəsi Mayakovski küçəsi 1 ünvanında yerləşən Dəmir yol vağzalının qarşısında baş verib. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Rasim Əhmədovun ölümünə mədə altı vəznin və dalaq arteriyasının zədələnməsi ilə əlaqədar baş vermiş massiv qan itirmə səbəb olub. Vüqar Əliyev 1987-ci ildə Ağcabədi rayonunda anadan olub. 2019-cu ildə rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177-ci oğurluq və 237.1-ci qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Milli Məclisin 2021-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilib. İstintaqla müəyyən edilib ki, iyunun 28-i gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Vüqar Əliyev dayanıb tanışları ilə söhbət edərkən Rasim Əhmədov yaxınlaşıb əl uzadaraq salam verib. Tanışına qarşılıqlı salam vermədiyi üçün aralarında mübahisə yaranıb. İctimai yerdə hadisə yerinə toplaşan insanların gözləri qarşısında silah qismində istifadə etdiyi vintaçanla Vüqar Əliyev Rasim Əhmədovun qarın nahiyəsinə 2 dəfə zərbə vurub. Bu hərəkəti ilə o zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Vüqar Əliyev bildirib ki, 2021-ci ilin dekabr ayında azadlığa buraxılıb, Sabunçu qəsəbəsində kirayədə yaşayıb, bazarda fəhlə işləyib. Şuyalan İstintaq Təcridxanasında olanda Rasim Əhmədovla tanış olub, amma onunla yaxın münasibət saxlamayıb. Cəzasını çəkib azadlığa çıxdıqdan sonra yaşadığı qəsəbədə Rasimi dəfələrlə görüb, lakin məhkumlar arasında qeyri-ciddi və hörmətsiz adam kimi tanındığı üçün ona salam verməyib. İyunun 27-sində səhər bazara gedib. Gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Şamil adlı tanışı və digər şəxslərlə söhbət edərkən Rasim Əhmədov tanımadığı 2 nəfərlə birlikdə onlara tərəf gəlib. Rasim əlini uzatsa da heç kim salamını almayıb. Üzünü ona çevirib niyə salamlaşmadığını soruşanda ona uzaqlaş, səni pis günə qoymayım söyləyib. Cavab olaraq Rasim bacısının ünvanına söyüş. Onun üzünə başı ilə zərbə vurduqda Rasim yumruqla ona zərbə endirib. Yanlarında olan şəxslər onları ayırsalar da Əhmədov yenə ünvanına nalayiq ifadələr işlədib. Şalvarının bel hissəsində saxladığı vintaçanı çıxarıb Rasimin üzərinə gedib və sol böyür hissəsinə 2 dəfə zərbə vurub. Sonra həmin aləti yerə atıb. 12-ci şöbəyə gedib vağzalın qarşısında adam vurduğunu bildirib. Şahid Arif Ağayev bildirib ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. İyunun 28-nə keçən gecə Sabunçu vağzalında adamların toplaşdığını görüb. Həmin vaxt maşında müştəri olduğundan dayanmadan Zabrat qəsəbəsinə gedib. Geri qayıdıb, orada dayanan insanlardan nə baş verdiyini soruşub. Həmin şəxslərdən biri taksi sürücüsü Etibarın oğlunu kimsə bıçaqlayıb, onu xəstəxanaya apardılar deyib.
Rasimin bıçaqla vurulmasını öyrənən kimi Etibarın yaşadığı ünvana gedib, birlikdə Sabunçu tibb mərkəzinə gediblər. Orada onlara məlum olub ki, Rasim Əhmədov xəstəxanaya çatdırılanda artıq dünyasını dəyişib. Məhkəmənin hazırlık iclası açıq elan olunub. Baxın, Əliyev Vüqar Əcdaroğlu'nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.2 maddələri ilə təqsirlənməsi nəzərə alınır. Bildirmək istəyirəm, məhkəmə iclasında adi video azaltılmalarla keçirilir. Zərərçəkmiş şəxs hüquqi varisinin iştirakı olmadan məhkəmə iclası keçirilməsini etiraz edir. Məhkəmə yerindən müşahidə qərar ki, zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan məhkəmə iclası davam etdirilsin. Təqsirlənilən şəxs Vüqar Əliyev 25 oktyabr 1987-ci ildə Ağdağ rayonu Boyat kəndindən anadan olmuş subay, orta təhsilli, fərdə əmək fəaliyyətlə məşğul olmuş. Boyat kəndində qeydiyyat olmaqla faktiki olaraq Sabunçu rayonu Sabunçu qəsəbəsində yaşayıbsınız. Düzdür anket məlumatları? Bəli. Sənədləri göndərmişik, alıbsınız yəqin, marka sözü digər Cinayət Prosesi Məcəlləsinin 91-ci maddəsində vəzifəniz qeyd olunur, özünün və müdafiəsi nümayəndə müdafiə olmaq, ehtiyatlar və saatlar vermək, özünün və yaxın qohumlarınızın əmrini ifadə verməkdə imtina etmək, son sözlə çıxış etmək, cinayət prosesi iştirakına sual vermək, sübutların təqdimində iştirak etmək, yekun məhkəmə qərarına narazı qalsa yuxarı instansiya məhkəmələrə apellyasiya kassasiya şikayət edə bilərsiniz. Həmçinin məhkəmə iclasında müəyyən müşahidələr rəy etmək sizin vəzifənizdir. Ayrıdır ki, vəzifələr. Təqsirlənən şəxsin məhkəmə verilməsi, məhkəmə başının təyin edilməsi barədə məhkəmənin nazirlik iclasının qərarı 7 noyabr 2024-cü il. Əliyev Vüqar Əcdaroğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələrlə məhkəmə verilsin, onun barəsində seçilmiş şəxs qəti imkanı dəyişdirələrək saxlanılsın. Təqsirlənən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisinin şahidlər məhkəmə başının iştirakı təmin edilsin. Məhkəmə iclasında Vüqar Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. İstintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, hadisə günü mebel yığmaqdan ötürü Binə qəsəbəsinə gedib. Ona görə də üzərində vint açan və digər alətlər olan çanta olub. İşini qurtarandan sonra ev sahibi ilə spirtli içki içib. Evə gedərkən marketin qarşısında Rasim Əhmədovla rastlaşıb. Rasim onunla niyə kinli davrandığını soruşub və bundan sonra aralarında mübahisə başlayıb. Cəzalandırmaq məqsədi ilə vint açanla Əhmədova zərbələr vurub. Onu öldürmək niyyəti olmayıb. Cinayəti törədəndə ona heç kim kömək etməyib. Vüqar, Kürdəxanda olursunuz, istintaq edin. Onun əlindən, ayağından, budundan vurmaq imkanımız var. O dəqiqə yox, fikirləşmirəm. Öldürmək niyyətim olmuyor. Öldürmək niyyətim olmuyor. Zərərçəkmiş şəxsin hüquqi varisi Etibar Əhmədov ifadəsində göstərib ki, oğlu soyğunçuluq əməlinə görə məhkum olunub. İyunun 28-nə keçən gecə onu çölə çağıran Arif adlı taksi sürücüsü Rasimin xəstəxanaya aparıldığını bildirib. Tibb mərkəzinə gedərkən polis əməkdaşı zəng edib, oğlunun öldürülməsi haqqında məlumat verib. Mərhumun atası təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib. Şahid qismində dindirilmiş 12-ci polis şöbəsinin təhqiqatçısı Elvin İbrahimov ifadəsində göstərib ki, şöbəyə yaxınlaşan vətəndaş vağzalın yanında adam bıçaqlandığını xəbər verib. Hadisə yerinə çatanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görüblər. Təcili tibbi yardımın gəlməsini gözləmədən yaralanan şəxsi özləri xəstəxanaya aparıblar. Növbətsiz olarkən bir kişi xidmətinə bir nəfər şəxsin Sabunçu bazar tərəfindən saxlanması barədə məlumat oldu. Daha sonra növbəti qurulması ilə göndərildi. Üzərindən hardasa 20 dəqiqə, yarım saat sonra bir nəfər şəxs bölməyə daxil oldu və təslim olmasından bağlı. Bıçaq böyle artıq bölməyə gəlmişdir. 13 polis şöbəsi. Vətəndaş yaşaması sağladığı bir nəfər bıçaqlıq var. Ondan bağlı təzə şəşəcələr yoxluğu bu evdəki hadisəyə. Sözcüsü vətəndaş yaşaması yeri uzanıqdır, keçinir. Və bu vəziyyətləri
Düşünmədim keçsinlik və yaxud şeylər. Sonra təzyiqlərini çalır, çocuk təzyiqlərini keçirsin və yaxud xəstənin çatdırır, onu təşkil edir, çocuk keçsin. Sizə müraciət sağlamaq üçün barədə yoxsa kimsə öldürməsi barədə? Saxlamaq, öldürmək var, o kişi verilməz, saxlamaq verilməz. Gözünüz də baxardan verilməz. Əli ibarət olub, cənab nəzəsi 220 maddəsində cənab qanun görülmüş istifadəsini bilməksə, ölümündə daha azaldan əməlini cəzasını cənab nəzəsi 120 maddəsində cənab qanun görülmüş istifadəsini bilməksə, 18-də daha azaldan əməlini cəzasını məhkəmə edilsin. Cənab nəzəsi 66 maddəsində cəzasını ona əlinin cəzaları qismində olan bölümünə qəbul olan 19-də daha azaldan əməlini cəzasını məhkəmə edilsin. Cəzasını icra edilmiş cəzasını müəssisəsində Burada bir cinayət işi özündə müdafiə etmişək, qismən ekraf edir, bu bir fakt ki, o şəxsi həyatına məhkum edilmişdir. Yəni, bunun ailəsində anlayan başa düşürəm, təbii ki, bu böyle ağır dərdir. Amma gəlin bu məsələlərlə bağlı məsələlərə diqqət edək. Məhkəmədən xarş edilir, cinayət nəzərləsinin 122.2 və 221-ci müddətinci maddəsindən xitam edilmək, ona cinayət nəzərləsinin 120.1-ci maddəsindən onun sanksiyasına şərəfində cəza verilir. Məhkəmə mötəbər və mümkün sübutlara əsaslanaraq nəticəyə gəlib ki, Vüqar Əliyevin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və 221.3-cü xuliqanlıq silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə maddələri ilə düzgün tövsif edilib. Odur ki, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. 2025-ci il fevralın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmə ilə Vüqar Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 2024-cü il iyunun 2-də ürəyindən və ayağından bıçaq yaraları almış 2005-ci il təvəllüdlü Əli Sakit Məmmədov xəstəxanaya çatdırılaraq həyatı xilas olunub. Araşdırma aparan 1-ci polis şöbəsinin əməkdaşlarına məlum olub ki, hadisə saat 19 radələrində Şağan qəsəbəsində baş verib. Şübhəli şəxs qismində 1994-cü il təvəllüdlü Nağı Quliyev saxlanılaraq istintaqa təhvil verilib. 2024-cü il iyunun 2-də Sabunçu Tibb Mərkəzinə ağır xəsarətlərlə 2005-ci il təvəllüdlü Əli Sakit Məmmədov daxil olaraq əməliyyata götürülüb və həyatı xilas olunub. 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən 1994-cü il təvəllüdlü Nağı Quliyev saxlanılıb. Xəzər rayon polis idarəsinin istintaq şöbəsində başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötürü rayon prokurorluğuna göndərilib. İstintaqla müəyyən edilib ki, iyunun 2 saat 19 radələrində Şağan qəsəbəsi Qazmaçılar küçəsində Nağı Quliyev orta dərəcəli sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı qisas məqsədi ilə yaşadığı evdən götürdüyü məişət təyinatlı bıçaqla Əli Sakit Məmmədovun ürəyinə və sol ayağına zərbələr endirib. Xəstəxanaya çatdırılan zərər çəkmiş şəxsə ixtisaslı tibbi yardım göstərildiyindən Nağı Quliyev iradəsindən asılı olmayaraq qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyib. Məhkəmə iclasında Nağı Quliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli hesab edib.
bildirib ki, qonşusu Əli Sakit Məmmədovla münasibəti yaxşı olub. İyunun 2-si həftənin bazar günü olduğundan işə getməyib. Təxminən saat 16 radələrində məhəlləyə çıxaraq dükanın yaxınlığında dayanıb. Əli Sakit Məmmədov onunla salamlaşaraq yeyib içmək istədiyini deyib. O pulu olmadığını bildirəndə Əli Sakit cibində 10 manat olduğunu deyib. Birlikdə marketə gedib araq alıblar. Darvazadan heyətə girib süfrəni hazırlayıb. Arağı qurtarandan sonra qonşusu yenə spirtli içki içmək istədiyini söyləyib. O razılaşaraq gedib Nisyə daha bir şüşə araq alıb. İkinci şüşəni içib qurtarandan sonra saat 19 radələrində yenidən məhəlləyə çıxıblar. Heyətdən çıxanda masada olan bıçağı özü ilə götürüb ki, hasarın yanında olan otları təmizləsin. Əli Sakit fit çalıb qışqırdıqda ona ərazidə yaşayan insanlara narahatçılıq verməməsini deyib. Qonşusu ucadan danışmaqda davam edərək ünvandan alayiq ifadələr işlədib. Buna görə qolundan tutub Əli Sakiti kənara itələyib və ondan danışığına fikir verməsini tələb edib. Qonşusu biraz irəliyə gedib, yenidən arxaya qayıdıb və köynəyindən tutub dartıb. Köynəyi cırılıb, büdrədiyindən bıçaq əlindən yerə düşüb. Cəld bıçağı götürən Əli Sakit ana-bacı söyüşləri söyməkdə davam edib. Bundan qəzəblənərək üzərinə gedib, bıçağı əlindən alıb ona 2 dəfə zərbə endirib. Sərxoş olduğundan və hadisə ani baş verdiyindən zərbələrdən birinin Əli Sakitin ürəyinə dəyməsini dərhal anlamayıb. Bunu sonra polis idarəsində bilib. Əli Sakitin yerə yıxıldığını, sonra qalxıb öz evinə tərəf getdiyini görüb. Ciddi heç nə baş vermədiyini düşünüb, yaşadığı heyətə daxil olub. Köynəyini dəyişib, yenidən küçəyə çıxıb. Əli Sakitin evinə tərəf gedərkən məhəllədə polis əməkdaşlarını görüb, yaxınlaşıb onlara baş vermiş hadisəni danışıb. Nağı Quliyev əlavə edib ki, Əli Sakit Məmmədovla əvvəllər mübahisəsi olmayıb. Sərxoş olduğundan hadisənin necə baş verdiyini təfərrüatı ilə xatırlamır. Zərər çəkmişi öldürmək məqsədi olmayıb. Belə niyyəti olsaydı, bunu asanlıqla edə bilərdi. Əgər Əli Sakitin yerdə uzanıb qaldığını görsəydi, ona yardım edərdi. Zərər çəkmiş Əli Sakit Məmmədov ifadəsində göstərib ki, iyunun 2-sində yolda ucadan danışdığı üçün məhəllə uşağı ona iradını bildirib. Nağının sözü xoşuna gəlmədiyindən ona söyüşlə cavab qaytarıb. İçkili olduqlarından aralarında anlaşılmazlıq yaranıb. Mübahisə zamanı qonşusunun köynəyini dartıb cırıb. Evə gedən Nağı yarım saatdan sonra geri qayıdıb və ona bıçaqla xəsarətlər yetirib. Zərbələrin təsirindən yerə yıxılıb, ayağa qalxıb evə getməyə çalışıb, amma yarı yolda yenə yerə yıxılıb. Zərər çəkmiş şəxs qeyd edib ki, Nağı Quliyev onu öldürəcəyi ilə bağlı təhdid etməyib. Bu barədə hər hansı ifadə işlətməyib. Aralarında barışıq olduğundan təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib. Şahid Şahbala Dadaşov ifadəsində göstərib ki, iyunun 2-sində axşam siqaret çəkmək üçün darvazadan çölə çıxıb. Sərxoş halda olan Nağının köynəyinin cırıldığını görüb. Onu dilə tutaraq paltarını dəyişmək üçün evə göndərib. Əli Sakitin əlində orağa oxşayan alət gördüyündən onu yerə tullamasını tələb edib. Əli Sakit də sözünə qulaq asıb həmin aləti yerə atıb. Təxminən 20 dəqiqədən sonra yenidən məhəlləyə çıxanda Nağı ilə Əli Sakitin dalaşdıqlarını görüb. Yerə yıxılan Əli Sakit Nağıya ayağı ilə zərbə atıb. Sonuncu isə dostuna bıçaqla zərbələr vurub. Yaxınlaşıb Nağını tutub saxladıqda o, mane olma, qoy onu öldürüm deyib. Bundan sonra bıçağı Quliyevin əlindən alıb, onu evinə qədər ötürüb. Əli Sakitin atasını çağırıb, oğlunun sərxoş olduğunu və Nağı ilə dalaşdığını deyib. Əli Sakitin paltarını qaldıranda sinəsindən qan gəldiyini görüb. Birinci dəfə gələn təcili tibbi yardım işçiləri zərər çəkmişin ümumi vəziyyətinin yaxşı olduğunu söyləyərək gediblər. Bundan sonra onlar ikinci dəfə qaynar xəttə zəng edib məlumat veriblər. Yalnız bundan sonra Əli Sakiti xəstəxanaya aparıblar.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsə 7 il 10 ay cəza təyin edilməsini istəyib. Müdafiəçi isə Nağı Quliyevin əməlinin istintaq orqanı tərəfindən düzgün tövsif edilmədiyini bildirib. Hörmətli məhkəmə, demək, bu işin inkar olunmayan tərəfi budur ki, tərəflər arasında münaqişə baş verir. Hər ikisi sərxoş olub, məhkəmədə baş verir cinayət işi, cinayət hadisəsi və həmçinin təqsirlənən şəxs özü etiraf edir ki, bıçaq onun üzərində olub. Təqsirlənən şəxs gah bildirir ki, bıçağı otun içindən, gah bildirir ki, demək, üzərində götürür. Gah bildirilir ki, demək, evə qayıdıb bıçağı götürmüş. Yəni, bunlar hamısı 3 epizodda fərqli məlumatlardır. Bunları aydınlaşdırmaq gərəklidir. Bundan başqa zərər çəkmiş həmçinin, demək, məhkəmə iclasında özü də itiraf eləmişdir ki, demək, bıçaq onda olmuşdur və bıçağın ona, demək, sinə nahiyəsinə toxunmasını ümumiyyətlə belə deyək ki, təqsirlənən şəxs tərəfindən yox, münaqişə anında baş verir. Demək, bıçaq təqsirlənən şəxsin evində olur. Tərəflər yeyirlər, içirlər, spirtli qəbul edirlər, amma bıçağın zərər çəkmiş tərəfindən hansı şəkildə, necə götürülməsi təqsirlənən şəxs özü görür. Yəni, bıçaq öncədən zərər çəkmişdə olur. İndi onu hansı niyyətdən götürür, oğurlayır, yəni bunu tam təbii ki, sınıflarda müəyyən olmalıdır, amma bu təqsir arası müəyyən olunur. Tərəflər münaqişə olan vaxtı təqsirlənən şəxs tərəfindən təqsir zərbəsi vurularkən bıçaq zərər çəkmiş üzərindən düşür yerə və həmin bıçağa daha yaxın təqsirlənən şəxs olduğu üçün onu təqsirlənən şəxs götürür, yenə də bunların münaqişəsi davam edir. Münaqişə əsnasında həmin bıçağın zərər çəkmiş sinə nahiyəsinə toxunur və toxunmada heç bir, yəni nə zərər çəkmiş, nə təqsirlənən şəxs bunlardan xəbərsiz olur. Bu hadisədən ümumiyyətlə xəbərsiz olur. Bundan sonra yenə aralarında müəyyən məsafə olur, yəni təxminən canlandıra bilmirəm təbii ki, amma təqsirlənən şəxsin verdiyi səmimi etirafında bildirir ki, yenidən zərər çəkmiş ona yaxınlaşanda o özünü qorumaq məqsədinə onun ayaq nahiyəsinə bıçağı belə çətinə atır və ayaq nahiyəsinə toxunur. Bundan sonra bıçağı könüllü olaraq təqsirlənən şəxs kənara atır və cinayət burada da bitmiş hesab olur. Yəni, bundan sonra nə belə deyək ki, o bıçaq təqsirlənən şəxsin əlində qalmır, zərər çəkmiş şəxsin buna fəal müqaviməti olunan bir məqam təbii ki, yoxdur. Bundan başqa həmin bunların cinayətin prosesinin davam etməsinə hər hansı üçüncü şəxsin müdaxiləsi halı təbii ki, inkar olunur. Yəni, şahidin vermiş olduğu ifadələrdən də, ziddiyyətli ifadələrdə də, məhkəmədə də fərqli bir ifadə verilmişdir. Təqsirlənən şəxsin şəxsiyyəti təxminən istintaqda müəyyən olur ki, özü gəlib keçmişdə heç bir cinayət hadisəsi törətməyib, yəni nəyi gətirmək istəyirəm fikrimi, kriminal aləmdən uzaq olan bir şəxsdir. Amma zərər çəkmişə münasibətdə isə bunun biz tam şəkildə özü yoxdur deyə arxasınca danışmayaq, amma təbii ki, məhkəməyə məlumdur ki, zərər çəkmiş şəxsin əvvəllər kriminal aləmə meyilliyi məsələləri təbii ki, var. Hətta bildirilən məlumatlara görə xəstəxanada olduğu günü, orada birinci günü hətta orada xəstəxanadan qaçır və orada nəyəsə götürüb qaçır. Yəni, oğurluq halı belə deyil, belə bir məlumat var. Tövsiflə bağlı biz məhkəmədən çox xahiş edirik ki, yəni şəxsin layiq olduğu cəza verilsin. Onun əməlinə bir qiymət verilərkən xahiş edirik, yəni törətdiyi əmələ münasibətdə real cəzası verilsin. Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən tövsif olunsun və səmimi etirafı, ilk dəfə cinayət törətməsini, gənc olması, zərər çəkmiş şəxslə barışması, dərin zərər ödəməsi, bu günlükləşdirici hallar nəzərə almaqla ona Cinayət Məcəlləsinin 72-ci maddəsini tətbiq edilməklə həmin Cinayət Məcəlləsinin 126-cı maddə nəzərdə tutmaq 3 il müddətində cəza təyin olması və həmin müddətdə də sınaq müddəti müəyyən olmaqla azaltma məhrumiyyətmə cəzasına qalıb hökm çıxarasıdır. Son söz sözümüz var, təqsirləndirilən. Buyurun. Yəni, məhkəmədən xahiş edirik. Uzaqdan tanış yaxın.
Məhkəmədən hakim ölçülmüş bildirər. 2920.1-ci maddəsi təqsirləndirilməsinə də cinayət işinin açıq məhkəmə iclasına baxaraq məhkəmə hökm etdi. Quliyev Nağı Ağabəlioğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə nəzərdə cinayət rəhbəri təqsirli bilinərək. Məhkəmə hesab edib ki, Nağı Quliyevin Əli Sakit Məmmədovun ürək nahiyəsindən xəsarət yetirməsi faktı təqsirləndirilən şəxsin zərər çəkmişi öldürmə niyyətinin mövcudluğuna dəlalət etmir. Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 29-120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsindən 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməlidir. Quliyev həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2025-ci il yanvarın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmə ilə Nağı Quliyev 4 il müddətinə azadlıqdan məhrum olunub.